Dünyanın ən çirkli göllərindən biri olan Bakıdakı Böyük Şor gölünün təmizlənməsi işləri davam etdirilir. 2 mərhələdə həyata keçiriləcək gölün kompleks bərpasının birinci mərhələsi 1-ci Bakı Avropa oyunlarına dək yekunlaşmalıdır. Artıq birinci mərhələdə görülməsi nəzərdə tutulan işlərin 60% yerinə yetirilib. Sovet dövrünün ekologiyamıza vurduğu ən ağır zərbələrdən olan Böyük Şor gölünün təmizlənməsi nəticəsində bu su hövzəsinin ekosistemi bərpa olunacaq. Artıq təmizləmə işləri öz bəhrəsini də verir. Belə ki, köçəri quşlar yenidən bu gölə inməyə başlayıb. Rusiyada Qaraçay və Qaradəlik gölləri, Amerika Birləşmiş Ştatlarında Onondaqa gölü, Çində Çaoxu gölü və Azərbaycanda Böyük Şor gölü. Bu göllər dünyanın ən çirkli gölləri hesab olunur. Aşırı çirklənməyə məruz qalan bu göllərin ekoloji balansı tamamilə pozulub. Məişət suları və sənaye tullantıları ilə çirkləndirilən bu göllərdə heç bir canlı yaşamır. Böyük Şor gölü Sovet imperiyasının ekologiyamıza vurduğu ən ağır zərbələrdən biridir. Ətraf mühitin qayğısına qalmaq, təbii sərvətlərimizi istismar edən imperiyanın heç ağılına da gəlməyib. Böyük Şor gölünün çirkləndirin mənbələri əsasən çirkab axıntı suları və neft tərkibli sular olmuşdur və bu sular kifayət qədər uzun müddət ərzində Böyük Şor gölünə axdığına görə Böyük Şor gölünün təbii mühitini çirkləndirmişdir və burada olan canlı orqanizmləri məhv olmuşdular. Ancaq qısa müddət sonra Böyük Şor gölünün adının dünyanın ən çirkli gölləri sırasından çıxarılacağını deyə bilərik. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Böyük Şor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında fərmanı ilə göldə təmizləmə işlərinə başlanılıb. Əvvəlcə gölə 76 mənbədən axıdılan kanalizasiya sularının sayı 44-ə endirilib. 2 mərhələdə həyata keçiriləcək gölün kompleks bərpasının ilk mərhələsində Olimpiya stadionu inşa edilən ərazinin yaxınlığında yerləşən 300 hektara yaxın sahənin təmizlənməsi 1-ci Avropa oyunlarına dək yekunlaşdırılacaq. Bu mərhələdə işlərin sürətlə getməsi üçün layihə ərazisi müvəqqəti bəndlər çəkilərək digər hissələrdən təzrid olunub. Böyük Şor gölünün ekoloji vəziyyətini yaxşılaşdırılması üçün gölün dib çöküntüləri də təmizlənir. Bunun üçün Hollandiyadan gətirilən xüsusi gəmi vasitəsilə dib çöküntüləri qazılaraq sahildə müəyyən olunan əraziyə daşınır. Buradan isə dib çöküntüləri 5 kilometr aralıda yerləşən xüsusi anbarlara daşınır. Sonraki mərhələdə anbarlarda dib çöküntüləri zərərsizləşdirilir. Gölün tam bərpası çərçivəsində gölün həcmi müəyyən qədər azalacaqdır və tarixi məcrasına qaytarılacaqdır. Hal-hazırda işlər davam edir qrafik üzrə və gölün dib çöküntülərinin çıxarılması artıq yarıdan çoxu həyata keçirilmişdir. Hazırda gölü 2 hissəyə bölən bəndin tikintisi tamamlanmaq üzrədir. 1570 metr uzunluğu olan torpaq bənd gölün bərpası prosesində işlərin 2 mərhələdə görülməsinə imkan yaradır. Biz hazırda Böyük Şor gölünü 2 hissəyə bölən torpaq bəndin üzərindəyik. Avropa oyunlarından sonra burada 8 zolaqlı avtomobil yolunun inşası planlaşdırılır. Nəticədə Ziya Bünyadov prospekti ilə Balaxanı şosesi birləşdiriləcək. Bununla da bu istiqamətdə hərəkət edən sürücülər üçün məsafə xeyli qısalmış olacaq. Böyük Şor gölünün təmizlənməsi nəticəsində göl öz təbii tarixi məcrasına qaytarılacaq. Su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Artıq təmizləmə işləri öz bəhrəsini də verir. Bu təmizləmə işləri getdiyi vaxtda artıq Böyük Şor gölünə köçəri quşlar da qonurlar. Artıq budur əsas göstərici. Yəni bu göl uzun illər bir ekoloji fəlakət mənbəyi olan bir göl indi təmizlənir və təmiz bir, gözəl, ekoloji bir sahə yaradılacaq. Gölün Olimpiya stadionu olan sahilində bulvar salınır. Bulvarın uzunluğu 1 kilometrədək uzanacaq, eni isə 60 metrdən 100 metrədək olacaq. Artıq gəzinti ərazisi tamamilə betonlanıb. Ekoloji cəhətdən böhran vəziyyətində olan gölün bərpası və insanların istirahət məkanına çevrilməsi Azərbaycanın iqtisadi, siyasi və sosial uğurlarının bir nümunəsidir. Səbuhi Turan, İlkin Mehdiyev, həftə sonu üçün.